Sən milyardersən, amma bu səni xilas etmir. İndi danışacağım real hekayə Michael Rockefellerdən bəhs edir. Bəli, həmin o Rockefeller ailəsi. Pul limitsiz, imkanlar sonsuz. Təhlükəsizlik isə bax bu sual altındadır. 1961-ci il Niderland Yeni Qvineyası, indiki Papua. Michael 23 yaşındaydı. O asmat xalqının mədəniyyətini öyrənirdi. Asmatlar haqqında həmin dövrdə bilinənlər: baş ovçuluğu, qan qisası, ritual kannibalizm. Milyarderin itkin düşməsi 18 noyabr 1961-ci ildə baş verir. Michael və onun dostu qayıqla adaya doğru üzür. Və birdən dalğalar böyüyür, qayıq isə çevrilir. Onlar saatlarla suda qalır. Sahilə qədər isə 10-12 kilometr arası məsafə var idi. Michael bu an deyir: mən bacararam. O 2 bidonu götürərək sahilə doğru üzməyə başlayır. Dostu onu görən son insandır. Növbəti günlərdə axtarış davam edir. Hollandiya hərbi gəmiləri, helikopterlər, yüzlərlə əskər. Amma heç nə tapılmadı. Nə paltar, nə cəsəd, nə də sümük. Lakin illər sonra belə bir versiyalar ortaya çıxır. Sanki şahidlər görüb ki, həmin ağdərli şəxs sahilə doğru üzməyi bacarır. Lakin onu orada elə axtardığı asmat tayfası qarşılayır. O kannibalizmin qurbanı olur və onun kəllə sümüyündən ritualda istifadə edirlər. Təbii ki, bu versiyanın rəsmi sübutu yoxdur. Amma eyni zamanda onu inkar edəcək bir şeydə. Ən qorxulusu bilirsən nədir? Okean səni öldürəndə izlər tapılır. Cəngəllik də səni öldürəndə izləri tapmaq olur. Amma bəzən insan elə yoxa çıxır ki, sanki heç vaxt mövcud olmuyor.